Salam əziz şagirdlər, hər birinizin vaxtınız xeyirli olsun. Mən Azərbaycan dil və ədəbiyyat müəllimi Hüseynov Cavid. Bu günlər sizə Natiq Vahidovun 11-ci sinif buraxılış imtahanları üçün tərtib etdiyi MV Akademiyaya aid olan test izahını təqdim edəcəm. Və burada sınaqlardır. Sınaqlar bölmə-bölmə sınaqlar verilib və həmin bölmələrə aid olan iki mətn verilib. Biri bədii, biri publisistik mətn bu formada. Yəni birbaşa buraxılış imtahan tipinə uyğun olan suallardır. 11-ci sinif buraxılış imtahan tipinə uyğun olan suallardır. Həm qayda olaraq, həm mətn olaraq. Başlayalım, keçəyin sınağımıza. Sınaq 1-də fonetika ilə bağlı olan suallar deməli tərtib olunub. Gəlin suallarımızın izahına keçək. Birinci sual deyir ki, sözlərin yazılışına görə uyğunluğu müəyyən edək. Sözlərin yazılışına görə uyğunluğu müəyyən edək. Kəl ağayı. Deməli, kəl ağayı. Burada A olmalıdır. Mən burada 1, 2, 3, 4 formada yazım. Deməli, kəl ağayı. A 2-dədir. Deməli, 2A olacaq. Eşelon. E olmalıdır. Bəli, E neçədədir? 3-də. Deməli, 3 ilə B olacaq. Sonra, ombudsman. O olmalıdır burada da. Bəli, o neçədədir? 1-də. 1 ilə də C olacaq. Kəhrəba. Ə olmalıdır. Ə neçədədir? 4-də. 4 ilə də Ə olacaq. Cah-calal. A-dır. A neçədədir? 2-də. 2 ilə də həm də E olacaq. Bu formada. Deməli, 1C, 2A, 3B'dir, 4 isə D olacaq. Bəli, 4D bəndi formada belə. Cavabımız A bəndi oldu. Sonra, ikinci sualımız belədir. Qoşa sahitlərdən biri tələffüz edilməsə də, səslərlə hərflərin sayı bərabər olan sözdür. Yəni, sözün tərkibində bizdən sualın şərtində deyir ki, sözün tərkibində qoşa sahit var və həmin qoşa sahitlərdən biri tələffüz edilməsə də, səsli hərflərin sayı bərabər olan söz. İndi hansı sözün tərkibində qoşa sahit var? Baxın, 1-də yoxdur. Ona görə 1 olanları ilə əvvəlcədən çıxırıq, çıxdaş edirik. İndi deyir, qoşa sahitlərdən biri tələffüz edilməsə də. Məsələn, faciədir sözündə qoşa saitin hər ikisi tələffüz olunur. İ, Ə-nin arasına Y samiti əlavə olunsa da, yəni İ və Ə saitin hər ikisi tələffüz olunur. Bizdən deyir, amma qoşa saitlərdən biri tələffüz edilməsin. Deməli, 2 olanı da götürməyəcək. 2 olanı da getdi. Və artıq cavabımız gəldi 3-4. Baxın, əmi oğlumla sözündə qoşa saitlərdən İ-O saitidir. Onlardan biri İ tələffüz olunmur, amma səslər hərflərin sayı bərabərdir. Çünki burada lalə nan-nən kimi tələffüz olunur ona görə. Tələffüzünü yazaq həmin sözün. Əm, oğlum, nan. Baxın, qoşa saitlərdə İ-O qoşa saitdir. Onlardan biri İ tələffüz olunmadı, amma səslər hərflərin sayı bərabərdir. Neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 hərf var. Neçə səs var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 səs var. Yəni, qoşa sahitlərdən biri tələffüz edilmədi, amma səslər hərflərin sayı bərabərdir. Yadda saxlamaq lazımdır. Hərflər deyəndə sözün yazılışına baxırıq, səslər deyəndə sözün tələffüzünə baxırıq. Deməli, birinci 3-ü götürdük. Sonra 4-ə baxırıq. Təəssüflə sözü necə tələffüz olunacaq? Ənin biri düşəcək. Təəssüf. Lalədən nan-nən kimi tələffüz olunur dedik. Təəssüflə. Qoşa sahitlərdən biri tələffüz olunmadı, Ə tələffüz olunmadı və səslər hərflərin sayı bərabərdir. Neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 hərf var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 səs var. Deməli, 3 və 4 cavabımız C bəndi. Əmtərşünaslıq sözünü niyə götürmədik? Çünki burada əmtərşünaslıq sözündə Ənin biri düşür, qoşa sahitlərdən biri tələffüz olunmur, düzdür. Amma səslər hərflərin sayı bərabər deyil burada. Ona görə onu götürmədik. Şünaslıq. Yəni ki, neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 hərf var, 12 səs var. Ona görə. Bizdən deyir, qoşa sahitlərdən biri tələffüz edilməsə, amma səslər hərflərin sayı bərabər olsun. Burada qoşa sahitlərdən biri əmtərşünaslıq sözündə tələffüz edilməsə də səslər hərflərin sayı bərabər deyil. Ona görə 5-i götürmədik. Cavabımız 3, 4. Sonra, saitlərdən hər hansı biri uzun tələffüz olunmazsa,
orfoepik cəhətdən yanlış hesab oluna bilən sözləri müəyyən edin. Bir məlumatı diqqətinizə çatdırım ki, əgər sözün tərkibində sait səs uzun tələffüz olunursa və mən orada uzun tələffüz olunmanı göstərməsəm, həmin sözün yazılışıyla tələffüzü belə deyim, yəni daha doğrusu həmin sözün tələffüzü düzgün göstərilməmiş olacaq. Məsələn, alim sözündə biz bilirik ki, A saiti uzanır. Mən alim sözündə A-nı sözün tələffüzündə uzun tələffüz olunan kimi götürməsəm, elə necə yazıramsa elə tələffüz etsəm, aha A uzanır. Deməli, tələffüzdə mən A saitinin uzanmasını göstərməliyəm mütləq. Sait səsinin uzanması da qoşan nöqtə ilə göstərilir. Əgər mən göstərməsəm, həmin sözün tələffüzünü səhv tələffüz eləmiş olacaq. Məsələn, alim sözündə A uzanır. A-dan sonra qoşan nöqtə qoymasam, sözün tələffüzü səhv tələffüz olunacaq. Söz səhv tələffüz olunmuş hesab olunacaq. Mütləq o qoşan nöqtə, yəni hansı sait uzanırsa, orada qoşan nöqtəni mütləq həmin saitdən sonra qoymaq lazımdır. Sərinlik sözündə sait səs uzanmadığına görə qoşan nöqtəyə ehtiyac yoxdur. Yəni, orfoepik cəhətdən yanlış, bizdən deyir, saitlərdən hər hansı bir uzun tələffüz olunmasa, orfoepik cəhətdən, yəni orfoepik nədir? Tələffüz cəhətdən yanlış hesab oluna bilən söz. Məsələn, sərinlik sözündə uzun tələffüz olunmasa hər hansı bir sait, orfoepik cəhətdən yanlış heç nə yoxdur. Bir getdi. Şagird sözündə A saiti uzadırıq. Şagirddə A uzanır. Mən əgər sözün tələffüzünə A-nın uzun tələffüzünü, yəni A-dan sonra qoşan nöqtə qoymasam, yəni uzun tələffüz eləməsəm, onda orfoepik cəhətdən, yəni tələffüz cəhətdən həmin sözün tələffüzü yanlış hesab olunacaq. Yəni, yenə deyirəm, məsələn, şagird. Mən götürüb bunu bu formada, şagird, mən bunu götürüb bu formada tələffüz eləsəm, yanlış tələffüz edəcəm. Niyə? Çünki A uzun tələffüz olduğuna görə A-dan sonra qoşan nöqtə qoymalıyam. Əgər uzun tələffüz olunmanı göstərməsəm, yanlış tələffüz edəcəm. Siyahıda da A-nın uzun tələffüz edəcəm, uzun tələffüz olunmanı göstərməsəm, yanlış tələffüz edəcəm. Yəni, ona görə cavabımız 2-5 A bəndi. Sonra digər 4-cü suala baxırıq. Hansı sözlər işlənmə məqamına görə ümumi qrammatik cəhətdən fərqli mənalar bildirə bilər? İşlənmə məqamına görə. İşlənmə məqamına görə, yəni yerinə görə ümumi qrammatik cəhətdən. Ümumi qrammatik deyəndə yadda saxlamaq lazımdır, nitq hissəsi nəzərdə tutulur. Yəni, həmin sözü işlənmə məqamına görə ümumi qrammatik cəhətdən fərqli mənalar bildirə bilər. Yəni, nitq hissəsi kimi fərqli ola bilər. Məsələn, dərddi sözü həm dərddir sözünün tələffüzüdür, həm də dərdli sözünün tələffüzüdür. Deməli, işlənmə məqamına görə dərdli sözü həm dərddir sözünün tələffüzüdür. Çünki dərddir sözünün də tələffüzü dərdlidir. Dərdli sözünün tələffüzü də dərdlidir. Və bu söz dərddir formasında olanda dərddir nədir? İsim olacaq. Dərdli olanda sifət olacaq. Yəni, ümumi qrammatik mənasına görə fərqli məna bildirəcək. Dərddir formasında olanda isim olur, dərdli formasında olanda sifət olur. Deməli, işlənmə məqamına görə ümumi qrammatik cəhətdən fərqli mənalar bildirən söz bu sözdür. Biri götürülür. İkinci, sığınacaq sözü. Sığınacaq sözü. Sığınacaq deyir, məsələn, yaralılar sığınacağa yerləşdirildi. Sığınacaq nə? Düzdür? Bu isim olacaq. Amma filankəs bizə sığınacaq. Nə edəcək? Burada isə feil oldu. Deməli, işlənmə məqamına görə mən sığınacaq sözün ümumi qrammatik cəhətdən fərqli mənada işlədim. Biri feil kimi işlədim, biri isim kimi. Deməli, 4-ü də götürdük. 4-ü də götürdük. Sonra digərinə baxaq. Sirli sözü. Sirli sözü də təbii ki, biz bilirik ki, sirri sözünün də tələffüzü sirridir. Sirli sözünün də tələffüzü sirridir. Sirri deyəndə, məsələn, onun sirri. Belə olanda, onun sirri. Buradakı i mənsubiyyətdir. Və sir isim olur da. Amma sirli olsa, axı sirli sözünün tələffüzü də sirridir. Sirli olanda sifət olur. Deməli, işlənmə məqamına görə həm isim, həm sifət kimi işlədə bildik. 1, 4, 5 cavabımız B bəndidir. Digər 5-ci sualımıza baxaq. Marşrut sözünün fonetik təliminə aid hansı fikir yanlışdır? Marşrut sözünün fonetik təliminə aid hansı fikir yanlışdır? Sözün yadda saxlamaq lazımdır. Sözü fonetik təhlil edən zaman həmin sözü mütləq tələffüzünü yazmalıyıq. Məsələn, marşrut. Bu formada tələffüz olunur.
Yanlışı tapaq. Sözdəki kar samitlərin cingilli qarşılığı var. Yadda saxlamaq lazımdır. Bizdən səsləri, ümumiyyətlə saitləri, samitləri soruşsa, yəni bizdən səsləri, saitləri, samitlər tapmağımızı soruşsa, biz həmin sözün mütləq tələffüzünə baxmalıyıq. Fonetik təhlildə hər zaman belədir. Amma bizdən desə ki, hərfləri tap, vurğunu tap, hecanı tap, ahəng qanununu tap, artıq biz burada həmin sözün yazışına baxacaq. Demək, səhvlər, saitlər, s ilə başlayanları tapanda fonetik təhlildə həmin sözün tələffüzünə baxmalıyıq. Amma hərf, vurğu, heca, ahəng qanunu tapanda həmin sözün yazışına baxmalıyıq. Sözdə ki, deyir, kar samitlərin cingilli qarşılığı var. Baxın, samitlər tapmağımızı istəyir də. Kar samitlərimizin deyir. Hansı vardır? Sözün tələffüzünə baxıram. Ş və t. Olan cingilli qarşılığı var, doğru deyir. Sözdə həmkar, həm cingilli samitlər işlənir. Samit dediyəndə, yenə də tələffüzə baxacam. Həmkar, ş ilə t, həm də cingilli samitlər işlənir. M, doğru. Bir açıq, bir qapalı sait işlənmişdir. Sait dedi, yenə də tələffüzə baxacam. Bir açıq var, A. Amma iki qapalı var. Bir qapalı deyil. Cavab C bəndi. Sonra iki hecalı sözdür. Heca deyirsə yazışa baxmalıyam. Düzdür. Marşrut bəli 2 sait hərf olduğuna görə 2 hecalıdır. Doğru. Cingilli samitlərinin kar qarşılığı yoxdur. Burada cingilli samitləri samit deyir. Tələffüzə baxıram. M, R samitlərinin kar qarşılığı yoxdur. Bu da doğrudur. Cavabımız C bəndi. Sonra tələbəlik illəri birləşməsində fonetik təhlilə aid səhv fikri müəyyənləşdirək. Tələbəlik illəri birləşməsində birinci tərəfin fonetik təhlilə aid səhv fikri müəyyənləşdirək. Tələbəlik necə tələffüz olunacaq? Tələbəli. Sonu Q ilə bitən sözdə saitdən başlayan söz artırıldığına görə Q-yə çevriləcək. Tələbəli illəri. 4 cingiltili bir kar samit işlənib. 4 cingiltili bir kar samit işlənib. 1, 2, 3, 4 dənə cingiltili var. Bir dənə də kar var. Bizdən deyir birinci tərəfə baxaq. Bir dənə də kar var. Doğru. Sözdə y samitin kar qarşılığı işlənib. Y-nin kar qarşılığı nədir? İ. Yəni sözdə deyir İ səsi işlənib. Axı İ işlənməyib. Biz y samit deyirsə nəyə baxdıq? Tələffüzə. Tələffüzdə İ səsi var. Y-nin deyir kar qarşılığı işlənib. Y-nin kar qarşılığı İ-dir. Xüsusi iştirik yəni. Sözdə İ səsi var burada. Təbii ki, yoxdur. Deməli, yanlış fikir B bəndidir. Sonra sözlərdən birində eyni səs müxtəlif hərflərlə işarə olunmuşdur. Biz dedik ki, səsləri, saitləri, samitləri tapanda sözün tələffüzünə baxmalıyıq. Düzdür? Amma hərfləri, vurğunu, ahəng qanunu, hecanı tapanda sözün yazışına baxmalıyıq. Yaxşı. İndi deyir, eyni səs. Səs deyirsə artıq sözün tələffüzünə baxacam. Deməli, bu sözlərin hamısını tələffüz edirəm. Kənd böyü. Eyni səs burada hansıdır? Heç bir söz, səs deyəndə sözün tələffüzünə baxıraq. Kənd və böyü sözündə eyni səs yoxdur. Ona görə A bəndi elibləri başdan olmaz. Bizdən deyir, eyni səs olsun, amma müxtəlif hərflərlə işarə olsun. Çıraq sözünün tələffüzünü yazıram. Çıraq, xına. Bayraq sözünün tələffüzünü yazıram. Bayraq, xına. İndi burada eyni səslər hansıdır? X səsləridir. Düzdür, bir də A səsləridir. Eyni səslər. Eyni səslər olan X və A səsləri burada eyni hərflərlə işarə olunur. Yəni burada məsələn çıraq sözündəki A və bayraq sözündəki A səsləri A hərflərinə işarə olunub. Q səsləri də, daha doğrusu X və X səsi çıraq sözündəki X ilə bayraq sözündəki X da Q hərflərinə işarə olunur. Yəni burada eyni səs eyni hərflə işarə olunur. Bizdən də eyni səs müxtəlif hərflərlə işarə olunur. Deməli bu da olmaz. Tüstü sözünün tələffüzünü yazıram. Tüstü. Dəniz sözünün tələffüzünü yazıram. Dəniz. Eyni səslər hansıdır burada? Təbii ki, D səsləri. İndi eyni səslər olan D səsi müxtəlif hərflərlə işarə olunur. Burada tüstü sözündə D səsi T hərfi ilə işarə olunur. Dəniz sözündə D səsi D hərfi ilə işarə olunur. Yəni, eyni səslər olan D səsi birində T, birində D hərflərlə işarə olunur. Cavabımız C bəndidir. 8-ci sual. Tələffüz formasında verilmiş dirijor
və etnoqraf sözlərinin fonetik izahı ilə bağlı ortaq olan fikir. Baxın, dirijor sözünün düzgün tələffüzü ilə dirijordur. Yəni yazışı ilə tələffüzü fərqlənmir. Eyni zamanda etnoqraf sözünün də elə düzgün yazışı etnoqrafdır. Bəli. Deməli, dirijor sözünün düzgün yazışı ilə dirijordur, etnoqraf sözünün də düzgün yazışı ilə etnoqrafdır. Ortaq cəhətlərdir. Yazışı ilə tələffüz arasında bir fərqli məqam var. Heç birisinin yazışı ilə tələffüz arasında fərqli məqam yoxdur. Elə dirijor yazılır, dirijor deyilir, etnoqraf yazılır, etnoqraf deyilir. Ona görə biri götürməyəcək. 3 hecalıdır. Sözün yazışına baxdıq. 3 dənə sayt hərfi olduğuna görə ikisində də 3 hecalıdır. Bu doğru fikirdir. Deməli, ortaq cəhətdir, ikini götürdük. Yalnız dodaqlanmayan saytlər işləmişdir. Sayt dersə sözün tələffüzünə baxacaq. Yalnız dodaqlanmayan sayt işləmişdir. Məsələn, dirijor sözündə həm dodaqlanmayan sayt var, i, həm də dodaqlanan sayt var, o. Etnoqraf sözündə də həm dodaqlanmayan sayt var, e-nana, həm də dodaqlanan sayt var, o. Deməli, bu fikir yanlış fikirdir. Hərflərlə səslər sayca bərabərdir. Sözün yazışı ilə tələffüzü arasında heç bir fərq olmadığına görə, bəli, hərflərlə səslər sayca bərabərdir. Bu doğru fikirdir. 2, 4. Vurğu sonuncu hecanın üzərindədir. Baxın, vurğunu biz sözün yazışına əsasən tapırıq. Dirijor sözündə dirijor. Vurğu sonunda ola bilər. Amma sonu qrafla bitən sözlərdə, əgər sözün tərkibində qraf varsa, hər zaman vurğu həmin qrafdan bir vaat əvvəlki hecanın üzərində düşəcək. Yəni, etnoqraf sözündə vurğu ikinci hecadadır, sonuncu hecanın üzərində deyil. 5-i götürməyəcəm. Cavabımız D bəndi oldu. Sonra səhv yazılmış sözləri göstərək. Məsələn, diktafon. Elə bu səhv yazılıb. Çünki diktofon onunla olmalıdır. Ensiklopediya, məhrumiyyət, biruzə, güngüzaran bunların hamısı doğru yazılıb. Səhv olan A bəndidir. Hansı sözlərin tələffüzü doğru verilmişdir? Məsələn, hansı sözlərin tələffüzü doğru verilmişdir? Darayarkən sözünün tələffüzü doğru verilməyib. Çünki doğru tələffüzü belə olmalıdır. Dara, darı, darı, yarkən. Yəni, ona görə bu sözün tələffüzü səhv edilir. A, Y-dən əvvəl gələn A, I kimi tələffüz olunmalı idi. Sonra, həvəskar sözünün düzgün verilib tələffüzü. Hörmətsizlik sözünün tələffüzü yanlış verilib. Çünki hörmətsizlik olmalıdır. L zamiti Z-dan sonra gələndə L, D-yə çevrilir tələffüzdə. Ona görə 3 yanlışdır. Nəvazişkar doğru verilib. 4-ü götürəcək. Çörək otunda da çörək Q-dan sonra saitlə başlayan söz gəldiyinə görə Q, Y-yə çevrilməlidir tələffüzdə. Yəni, burada I yox, Y olmalıdır. Ona görə yanlışdır bu. Qaranlıq düzgün verilir. 2, 4, 6 cavabımız A bəndi. Bəli. Keçirik növbəti deməli testimizə. Bu mətndir artıq. Sonuncu dərs mətnimizin adı. Əvvəlcə mətnimizi bir dəfə oxuyacaq. Ondan sonra ona uyğun testlərin izahına baxacaq. Ranga adlı məşhur bir hindli rəssam incəsənət məktəbi açmış, orada tələbələrə rəssamlıq sənətinin incəliklərini öyrədirdi. Bu məktəbdə dəqiq müəyyən olmuş təhsil müddəti yox idi. Ranga hər hansı bir tələbənin istedadına, biliyinə tam əmin olduqdan sonra onun məktəbi uğurla bitirdiyini elan edirdi. Ranganın istedadlı tələbələri çox idi. Lakin Raj adlı tələbə digərlərindən çox fərqlənirdi. Müəllimi də onun biliyindən, çalışqanlığından razı idi. Raj səbirsizliklə müəlliminin onu rəssam kimi sənət dünyasına təqdim etməsini gözləyirdi. Bir gün Raj müəlliminin yanına gəlib soruşdu. Müəllim, mən nə zaman məzun ola bilərəm? Raj, sən çox qısa zamanda rəssamlıq sənətinə yiyələnmisən. Artıq sonuncu imtahanını verə bilərsən. Bəs bunun üçün mən nə etməliyəm? Sən gözəl bir əsər çəkməlisən. Bu elə bir əsər olmalıdır ki, hər kəs heyran olsun. Get və tələsmədən əsərini yarat. Raj gecə-gündüz çalışdı. Gözəl bir əsər çəkərək Rangaya təqdim etdi. Ranga şəkli bəyəndi və Raja tapşırıq verdi. Rəsmin həqiqətən çox gözəldir. İndi əsərin aşağısına böyük hərflərlə bu sözləri yaz. Rəsmdə səhv görənlərdən xahiş olunur ki, həmin yerə X işarəsi qoysunlar. Sonra rəsmi aparıb şəhərin mərkəzi meydanına qoy. Raj Ranganın dediklərinə əməl etdi. Bir neçə gündən sonra ustad şagirdlərdən gedib rəsmi gətirməsini istədi. Raj böyük həyəcanla şəhər meydanına getdi.
Ancaq gördüyü mənzərə onu məyus etdi. Əsər X işarəsi ilə dolu idi. Rac istedadsız olduğunu, bunun bütün insanlar tərəfindən təsdiq olunduğunu düşündü. O qayıdıb gördüklərini müəlliminə danışdı. Ranga gülümsədi. Ona ümidsizliyə qapılmamağı, yeni bir əsər çəkməyi məsləhət gördü. Lakin bu dəfə şagirdinə rəsmin yanına boya ilə fırça qoymağı, aşağısına da belə bir cümlə yazmağı tapşırdı. Rəsmdə müəyyən etdiyiniz səhvləri ləvazimatlardan istifadə edərək düzəltməyiniz xahiş olunur. Raz, bugün sən təhsilini başa vurdun. Sonuncu dərsini almaqla. Artıq məktəbimizin məzunusan. Sən bilməlisən ki, insanlar peşəkar olmadıqları mövzuda belə tənqid etməyə hər zaman hazırdılar. Sən əvvəlcə əsərində səhvləri göstərmələri üçün insanlara fürsət verdin. Onlar böyük həvəslə bunu etdilər. Əsərin işarəsi ilə doldu. Ancaq həmin insanların səhvləri düzəltməyi xahiş etdikdə heç kim buna cürət etmədi. Rac belə də etdi. Bir neçə gün sonra yenidən şəhər meydanına gedən Rac rəsmi götürüb heyrətləndi. Rəsmə nə bir işarə olunmuşdu, nə də yanındakı ləvazimatlara toxunmuşdu. Rac çox sevindi, ustadın yanına gəlib hər şeyi ona danışdı. Ranga gülümsəyərək tələbəsinə dedi. Çünki onların heç biri nöqtə. İndi bir şeydir, bax burada fikir verin, abzasların yeri dəyişdirilməlidir. Çünki artıq ikinci dəfə yenə dedim, yanına fırça və boya qoydu, aşağısına bu cümləni yazır. Rəsmdə müəyyən etdiyin səhvləri ləvazimatlardan istifadə edərək düzəltməyiniz xahiş olunur. Bu hissədən sonra Rac belə də etdi, yəni götürdü, həmin çəkdiyi rəsmin yanına boya ilə fırça qoydu və həmin o cümləni yazdı ki, rəsmdə müəyyən etdiyin səhvləri ləvazimatlardan istifadə edərək düzəldin və Rac da onu elədi, belə də etdi. Və bir neçə gün sonra yenidən şəhər meydanına gələn Rac rəsmi görüb heyrətləndi. Rəsmə nə bir işarə olunmuşdu, nə də yanındakı ləvazimatlara toxunmuşdu. Yəni bu abzasdan, baxın, bu abzasdan sonra bu abzas gəlməli idi, daha sonra bu gəlməlidir. Yəni belədir də təxminən 1, 2, sonra 3 olmalıdır belə. Sonunda sevimli tələbəsinə öz nəsihətini verdi, onunla vidalaşdı. Razın gözləri yaşarmışdı. Bu sonuncu dərs onun həyatı üçün əsas həyat dərsi oldu. 11-ci suala baxaq. 11-ci sualda görək bizdən nə istəyir? Mətnin məzmunu deyəndə, yəni mətnin içərisi nəzərdə tutulur. Mətnin məzmununa uyğun olaraq sonda Ranganın öz tələbəsinə verəcəyi nəsihətlər içərisində hansı fikir yazıla bilməz? Yəni, mətnin məzmunundan mən o nəticəni çıxartmalıyam ki, Ranga öz tələbəsinə bu nəsihəti verməyib. Bu nəticəni çıxartmalıyam mətnin məzmunundan. Haqlı və ya haqsız tənqidə görə heç vaxt həvəsdən düşmə. Bəli, burada mətndə də var idi. Birinci rəsmdə bütün rəsm X işarəsinə dolu olduğuna görə tələbə müəyyən qədər Ranganın tələbəsi Rac müəyyən qədər həvəsdən düşmüşdür. Ranga ona məsləhət görür ki, həvəsdən düşməsin, yeni bir əsər çəksin. Deməli, haqlı və ikinci əsərdə isə bu sözü rəsmdə müəyyən etdiyin səhvləri ləvazimatlardan istifadə edərək düzəltməniz xahiş olunur. Bu sözü yazarsan rəsmin altına və boya fırça qoyarsan ki, onlar da düzəltsinlər, amma heç kim bunu eləmədi. Deməli, insanlar haqlı və haqsız tənqid etdilər Racın sənətin və ona məsləhət görüşü Ranga buna görə heç vaxt həvəsdən düşmür. Deməli, belə bir fikir yer alıb mətndə. Özünə inamı itirmə. Bəli, Ranga tələbəsinə dedi ki, heç vaxt həvəsdən düşmə, özünə inamı heç vaxt itirmə. Bu da var. İlk tənqidçinin özün ol. Bəli, ilk tənqidçinin özün ol və özünü qiymətləndir. Amma bu zaman ədalətli və dürüst ol. Hər zaman ilk tənqidçinin özün ol. Deməli, bilmək lazımdır ki, ilk tənqidçi. Burada Rac, bugün sən təhsilini başa vurdun və sonuncu dərsini almaqla. Artıq məktəbimizin məzunu. Sən bilməlisən ki, insanlar peşəkar olmadıqları mövzularda belə tənqid etmək hər zaman hazırdılar. Sən əvvəlcə əsərində səhvləri göstərmələri üçün insanlara fürsət verdin. Böyük həvəslə bunu etdilər və X işarəsilə doldu. Ancaq həmin insanlardan səhvləri düzəltmək xahiş etdin
Heç kəs buna cürət etmədi. Deməli, burada Ranqanın Raca verdiyi həm də məsləhətlərdən biri də odur ki, birinci ilk tənqidçinin özün ol, öz əsəri çalış, yaxşı, mükəmməl yarat ki, və əsərini yaradanda, mükəmməl yaradanda əsərindəki səhvləri özün, yəni bil, ona uyğun hərəkət elə. Bu zaman ədalətli və dürüst ol, çalış. Yəni özün səhvindir deyə belə deyim də, onu ört-basdır eləmə. Əslində mətnin məzmunundan da bu nəticə çıxır. D bəndində isə deyir, sənin biliyin, qabiliyyətin, çox çalışmağın, səy göstərməyin nəticəsidir. D bəndində deyir, sənin biliyin, qabiliyyətin, çox çalışmağın, səy göstərməyinin nəticəsidir. Düzdür? Burada, baxın, heç də Racın çox çalışmağından, səy göstərməyindən söhbət getmirdi. Deyildi, istedadlıdır, amma onun çox çalışmağından, səy göstərməyindən söhbət getmirdi. Yəni, Ranqa tələbəsi Raca bu mətndə belə bir nəsiyyət vermir. Yəni, çox çalışmaq lazımdır, səy göstərmək lazımdır. O, belə nəsiyyət verir. Haqsızlığa, haqlı və haqsız tənqidlərə görə heç vaxt həvəsdən düşmə. Özünü inamı itirmə, mətnin məzmununda var. Ədalətli ol, dürüst ol, bu da var. Amma sənin biliyin, qabiliyyətin, çox çalışmağın və səy göstərməyin nəticəsidir. Burada heç də Ranqa öz tələbəsi Raca çox çalışmaq və səy göstərməkdən söhbət eləmir bu mətndə. Ona görə burada bizim doğru cavabımız olacaq nə? D bəndi. Hər hansı bir sahədə sənəti mükəmməl bilmək kifayət deyil, həm də dözümlü olmaq lazımdır. Bəli, insanların tənqidinə dözməli idi Raca. Baxın, Ranqa Raca ən son dərsdə elə onu verdi. Sonra ikinci sualımız, daha doğrusu 12-ci sualımız belədir. Mətndə qarşısında işarə qoyulmuş hansı abzasları yer dəyişdirilsə məzmun artırılığı gözlənilir. Biz bayaqları belə bir şey dedik. Dedik ki, burada bu hissə ilə bu hissə yer dəyişməlidir. Düzdür, və bunların yeri dəyişməlidir. Bunlar haradadır görək? 4-dədir və 5-dədir. Deməli, 4-dən 5-in yeri dəyişdirirsə, mətnin məzmun artırılığı bərpa olunacaq. Mətnin 13-cü suala baxırıq. Mətnin üslubu xüsusiyyətlərinə aid olan fikirdir. Fikirlər standart formada ifadə olunması. Bax, bizim əvvəlcə bilək ki, mətnimiz hansı üslubdadır? Mətnimiz bizim bədii üslubdadır. Bədii üslubdadırsa, biz orada standart formalardan söhbət eləyə bilmərik. Çünki standart forma rəsmi işgüzar üsluba aiddir. Təsirlilik və şəhərətmənin aparıcı olması. Burada da mətnimiz bədii üslubdadır. Təsirlik və şəhərətmə isə publistik üsluba aiddir. Ona görə bunu da götürənmərik. Ellipsisin işlənməsi. Bəli, mətndə ellipsis var. Ellipsis nədir əvvəlcə? Ellipsis şəkilçilərin və sözlərin ixtisarıdır. İxtisarı. Görək, mətndə ellipsis var. Yəni, şəkilçilərin və sözlərin ixtisarı var. Baxın. Baxın. Qara hərflə verilmiş cümləyə fikir verir. Rac istedadsız olduğunu, bunun bütün insanlar tərəfindən təsdiq olunduğunu düşünürdü. Burada düşünürdü sözü ixtisar olunur. Yəni, ellipsis var. Əslində, belə olmalıdır. Rac istedadsız olduğunu düşünürdü, bunun bütün insanlar tərəfindən təsdiq olunduğunu düşünürdü. Düşünürdü sözü cümləyə ağırlıq gətirdiyi üçün ixtisar olunur. Yəni, burada ellipsisdən istifadə olunur. Deməli, ellipsis var. 3-ü götürdük. Sonra 4-ə baxırıq, söz sırasının pozulması faktı. Söz sırasının pozulması faktı haradadır? Baxın, burada Rac bugün sən təhsilini başa vurdu. Sonuncu dərsini almaqla. Əslində, bu cümlədə söz sırası pozulub. Belə olmalıydı. Rac, bugün sən təhsilini sonuncu dərsini almaqla başa vurdun. Başa vurdun, lap axırda olmalıydı. Deməli, söz sırası da pozuldu. Ona görə cavabımız nə oldu? 3 və 4. B bəli. Sonra 14-cü suala baxırıq. 14-cü sualda isə bizdən deyir ki, mətnin məzmununa əsasən aşağıdakı fikirlərdən hansı doğru hesab etmək mümkün deyil? Mətnin məzmununa əsasən aşağıdakı fikirlərdən hansına doğru hesab etmək mümkün deyil?
Kənar insanlar üçün tənqid etmək o qədər də çətin görünmür. Göründüyü kimi Rad şəkili çəkdi, apardı şəhər meydanına qoydu və hamı onu X işarəsi ilə doldurdu. Öz aləmlərində tənqid elədilər. Əsassız iradlara qulaq verərək onları ciddiyə almaq, deməli ciddiyə almaq bacarıqları öldürməyə qadir ola bilər. Bəli, əgər hərə bir söz desə, onları götürüb biz ciddiyə alsaq, artıq onda bizim həyatımız pis olar. Yəni insanlarda ruh düşünmə yaradar ki, bu da insanların bəlkə də hardasa özünü öldürməyinə qədər gətirib çıxarda bilər. Peşəkarlıq qədər hər bir sahədə dözümlüyün vacib olduğunu öyrəndik. Bəli, həqiqətən Ranga Raca verdiyi sonuncu dərsdə o nə qədər bu sənəti, rəssamlıq sənəti mükəmməl bilsə də, ona həm də dözümlüyü öyrətdi. Yəni, insanların əsassız iradlarına dözməyi öyrətdi. Rəssamlıq məktəbinə bir başlayan tələbələr eyni vaxtda da məktəbi bitirmirdilər. Bəli, bitirmirdilər. Ranga artıq əmin olandan sonra ki, bu tələbə deməli istedadlıdır, artıq müəyyən bilikləri yiyəlib, ondan sonra onu məzun edirdi. Yəni, Ranganın yaratdığı rəssamlıq məktəbi məhz bu xüsusiyyətə malik edib. 14-cü sual. Bəzən bizə dəstək olan və xeyrimiz üçün göstəriş verməyə çalışan insanlar işin nəticəsinin necə olacağını təxmin edə bilmirlər. Amma bu mətndə elə bir şey yox idi. Yəni, bu mətndə bizə bu fikir çatdırılmır. Bəzən bizə dəstək olan və xeyrimiz üçün göstəriş verməyə çalışan insanlar işin nəticəsinin necə olacağını təxmin edə bilmirdi. Burada Raca dəstək olan Ranga idi. Və Ranga işin nəticəsinin necə olacağını təxmin etdiyi üçün, bildiyi üçün onu, məsələn, o şəkil çəkməyə məsləhət görür. Yəni, Ranga Racın həmin rəsm əsərinin və insanların münasibətinin təxmin edirdi. Təxmin edirdi. Daha təxmin edə bilmir söhbət yoxdur. Təxmin edirdi. Ona görə cavabımız E bəndi olacaq. 15-ci suala baxırıq. Mətnin tərkib hissələri ilə bağlı fikirlərdən hansı səhvdir? Mətnin tərkib hissələri ilə bağlı fikirlərdən hansı səhvdir? Baxın, burada fikir verək. Giriş hissədə verilən məlumatlar mətndəki sürətlərin xarakterinin açılmasına ciddi rol oynamır. Giriş hissədə verilən məlumatlar mətndəki sürətlərin xarakterinin açılmasında ciddi rol oynamır. Bəli, həqiqətən ciddi rol oynamır da. Çünki bir mətnin giriş hissəsində hələ sürətlərin xarakteri ilə bağlı çox da geniş məlumat verilmir axı. Sadəcə olaraq deyir ki, Ranga tələbənin istedadına, biliyə tam əmin olduqdan sonra onun məktəb uğurla bitirdiğini elan edir. Yəni, sürətlərin deyir, sürətin deyir. Burada Ranganın xüsusiyyəti ilə bağlı müəyyən məlumat verilsə də, giriş hissədə. Axı, Racın xüsusiyyətinə bağlı heç bir məlumat verməyib, ona görə bunu götürə bilmərik biz. Yəni, A variantındakı fikir yanlış fikirdir. Daha doğrusu doğru fikirdir, yəni ciddi rol oynamır. Nəticə hissəsində hadisələrin gedişində yaranan hansısa bir problemin ortaya çıxması müşahidə olunmur. Bəli, hadisələrin gedişində yaranan hansısa bir problemin ortaya çıxması müşahidə olunmur. Bəli, sadəcə olaraq dərs vermək istəyirdi. Burada nə problem müşahidə oluna bilər ki? Sonra, üçüncü, əsas hissədə bəhs olan hadisələrə əsasən mətndən çıxan ideyanı müəyyənləşdirmək mümkündür. Əsas hissədə bəhs olunan hadisələrə əsasən mətndən çıxan ideyanı müəyyənləşdirmək mümkündür. Bəli, əsas hissədə bəhs olunan hadisəyə əsasən. Əsas hissədə hansı hadisə bəhs olunur? Hansı hadisə? Ranga Raca deyir ki, bir dənə rəsm çək, şəhər meydanına apar, orada ondan sonra həmin əsərdə bütün tənqidlər üçün X işarəsi ilə doldurun, yaz və insan onu X işarəsindən doldurur, amma bunu düzəldin deyəndə artıq insanlar heç birisi fırça boyadan istifadə edib onu düzəltmir. Deməli, buradan çıxardığımız idea odur ki, insanlar əsassız mühakimə etməyi çox sevirlər və amma həmin mühakimə etdiklərini, həmin səhvləri düzəltmək istiqamətində isə heç bir iş görmürlər. Sonra, digər giriş hissədə verilən məlumatlara əsasən mətnin nəticə hissəsini müəyyən etmək olur. Giriş hissədə sadəcə Ranga tələbənin, yəni konkret bu vaxtı məktəbi bitirəcəyi ilə bağlı
deyir ki, Ranqanın məktəbi elə idi ki, onun məktəbini bitirən dəqiq vaxtı yox idi. Yəni, o Ranqa artıq uşağın istedadlı olduğunu bildikdən sonra onu məzun edirdi. Burada nəticə hissədə isə, deməli, nəticə hissədə isə nə deyir bizə? Racın gözləri yaşardı və bu sonuncu dərs ona əsl həyat dərsi oldu. Yəni, burada 15-də deyir ki, əsasən mətnin nəticə hissəsini müəyyən etmək olar, verilən məlumatlara əsasən mətnin nəticə hissəsini müəyyən etmək olar. Xeyr, burada mətnin nəticə hissəsini müəyyən etmək olmur. Çünki yenə də deyirəm, mətnin giriş hissəsində tələbələrin yəni dəqiq vaxtı, məzun olma vaxtı bilinmirdi Ranqanın. Amma nəticə hissəsində isə tələbənin nəticə çıxarması, yəni onu haqlı-haqsız mühakimədən söhbət gedir nəticə hissəsində. Yəni bunların bir-birindən çox da bağlı olmadığını onu müəyyən etmək olmur. Cavabımız D bəndi. Sonra gəldik 16-cı sual. Baxın. Bizdən deyir ki, 16-cı sualda əsassız tənqidlərə, ümidsizliyə qapılmağa səbəb olur. Doğru hesab etdiyiniz bəndi seçin və fikrinizi əsaslandırın. Əsassız tənqidlərə və ümidsizliyə qapılmağa səbəb olur. Fikri mətnə əsasən doğrudur. Bəli, çünki Ranqanın tələbəsi Rac əsassız tənqidlərə görə demək, ümidsizliyə qapılır. Amma X işarəsinin, onun rəsmi X işarəsindən dolu idi axı. Əsassız tənqidlərə görə ümidsizliyə qapılır. Amma onun müəllimi Ranqa deyir ki, ümidsizliyə qapılma, yeni bir əsər çək və həmin əsərin altında yanına bir boya ilə fırça qoy və altında belə yaz ki, gördüyünüz səhvləri düzəliş verməyiniz xahiş olunur sizdən. Deməli, burada ümidsizliyə qapılan, bəli, Ranqanın tələbəsi Racdır. Yazırıq ki, doğrudur. Çünki Ranqanın tələbəsi Rac insanların əsas tənqidinə görə ümidsizliyə qapılır. Çünki o, rəsm tablosunda tablosunun X işarəsi ilə dolu olduğunu görür. Amma Ranqa ona ümidsizliyə qapılmamağa, yeni bir əsər çəkməyi, yeni bir rəsm əsəri çəkməyi ona tapşırır və yanına boya və fırça qoyulmasını və altında da gördüyünüz səhvləri düzəltməyiniz xahiş olunur cümləsini yazın. Deməli, bu fikri yazsam doğru olacaq. Cavabımız 16-da deməli, bu formada yazılacaq. İndi baxın, mətndən 3 nümunə gətirərək verilmiş fikirlər və o fikrin doğru olduğunu müəyyən edir. 3 nümunə gətirir. Rəssamlıq məktəbini ancaq o sənəti mükəmməl bildikdən sonra bitirmək mümkündür. Rəssamlıq məktəbini ancaq o sənəti mükəmməl bildikdən sonra bitirmək mümkündür. Bəli. Mətndə də nə var idi? Ranqa o zaman tələbələrini məzun edirdi ki, artıq əmin olurdu ki, onun tələbələri müəyyən biliyə malikdirlər və ondan sonra onları məzun edirdi. Baxın, elə o cümləni yazdım, bəs elə. Ranqanın, məsələn, məktəbinin dəqiq bitmə vaxtı yox idi. Yəni, eyni ildə daxil olanlar eyni ildə bitirə bilməyə də bilirdilər. Çünki Ranqa onun istedadına fikir verirdi. Baxın, məktəbin dəqiq bitirilmə vaxtı yox idi. Eyni zamanda Ranqa tələbələrin məzun olma müddətini onun istedadına tam bələd olduqdan sonra onları məzun edirdi. Bu formalı fikirlər yaza bilərsiniz bura. Çünki baxın, rəssamlıq məktəbini ancaq o sənəti mükəmməl bildikdən sonra bitirmək mümkün idi. Bu bizim fikrimizə əsasən, burada bu fikrimizi əsaslandırırıq. Bu bizim müddəamızdır, yəni iddiamızdır. Bu müddəanı mən mətndən nümunələr gətirməklə əsaslandırıram. Birinci nümunə odur ki, Ranqanın məktəbinin dəqiq bitmə vaxtı yox idi. Yəni, tələbələrin dəqiq məzun olma vaxtı yox idi. Eyni zamanda Ranqa tələbələrin istedadına bələd olduqdan sonra onları məzun edirdi. Baxın, bu formada yazdım. Sonra digər tünd hərflərlə verilmiş cümləni üslubu cəhətdən zənginləşdirib yazın. Tünd hərflərlə verilmiş cümləni üslubu cəhətdən zənginləşdirib yazın. Məsələn, tünd hərflərlə verilmiş cümlə nədir?
Rac istedadsız olduğunu və bunun bütün insanlar tərəfindən təsdiq olunduğunu düşündü. Deməli, bunu mən necə üslubu cəhətdən zənginləşdirirəm? Əvvəlcə üslubu cəhətdən zənginləşdirmək nədir? Onu bilək. Baxın, bu mətnimiz hansı üslubdadır? Bədii üslubda. Deməli, mən bu cümləyə bədii üslubun əsas xüsusiyyəti nədir? Həmin sözləri obrazlı şəkildə, yəni həmin cümlə obrazlı şəkildə olsun. Yəni məcazi mənalı sözlərdən istifadə olunsun, geniş istifadə olunsun. Bədii üslubun xüsusiyyəti budur. Deməli, mən bu cümləyə məcazi mənalı sözlər artırmaqla bu cümləni zənginləşdirməliyəm. Məsələn, belə artırım. Sanki dünya aləm Racın başında fırlandı. Onun özünə olan inamı bir anda məsələn, onun özünə olan inamı bir anda sanki sıfırlandı. Və bütün bunlar insanlar tərəfindən təsdiq olduğunu düşündü. Və insanların ona olan münasibəti, insanların onun əsərinə olan münasibəti onun qəlbinə, onun çox qəlbinə dəydi və onu çox məyus etdi. Baxın, bu formada indi cümləni biraz səliqələşdirim. Sanki dünya aləm Racın gözündə qaraldı, ümidsizliyə qapıldı. İnsanların onun istedadsız olduğunu, deməli, insanların onun istedadsız olduğunu düşündüyünü zənn etdi. Baxın, görürsünüz bu formada. Dünya aləm Racın gözündə qaraldı. Məcazi məna. Ümidsizliyə qapıldı. İkinci məcazi. Və insanların onun əsərlərinə deməli, münasibəti onu çox kədərləndirdi. Məsələn, bu formada yaza bilərəm. Yəni, məcazi mənalı sözlər artırmalıyam bura. Sonra digər nümunəyə baxaq. Neçənci? 18-i. Dedik, tüm təriflərlə verilmiş cümlənin üslubu cəhətdən zənginləşdirir. Dedik, mətnin məzmununa uyğun olaraq nöqtələrin yerinə yazılmalı olan fikri müəyyən edək cümləni tamamlayaq. Mətnin məzmununa uyğun olaraq nöqtələrin yerinə yazılmalı olan fikri müəyyənləşdirək cümləni tamamlayaq. Nöqtələr hansıdır burada? Hatta. Ranga gülümsəyərək dedi. İndi bunu bilmək üçün cümləm, deməli, belə deyim, abzas olmalıyım. Rac belə də etdi. Bir neçə gündən sonra yenidən şəhər meydanına gedən Rac rəsmi götürüb heyrətləndi. Rəsmə nə bir işarə əlavə olunmuşdu, nə də yanındakı ləvazımatlara toxunmuşdu. Rac çox sevindi və ustadın yanına gəlib hər şey ona danışdı. Ranga gülümsəyərək tələbəsinə dedi. Çünki onların heç biri rəssamlıq sənətini sən qədər dərindən bilmir, sadəcə yersiz mühakimə etməyi xoşlayırlar. Məsələn, belə. Çünki onların heç biri rəssamlıq sənətinin sirlərini sən qədər dərindən bilmir, sadəcə olaraq yersiz mühakimə etməyi xoşlayırlar. Məsələn, belə yaza bilərəm bu mətnin məzmununa uyğun olaraq. Sonra növbəti sualımıza baxırıq. Görək, növbəti sualımız nədir? 20-ci sual. Mətndə nömrələnmiş cümlələrdən hansılarda məcazi mənada işlənmiş söz olduğunu müəyyən edərək aşağıdakı xanlarda təsdiq işarəsi qoymaqla təsdiq edin. Nömrələnmiş cümlələrin hansında, yəni məcazi mənalı, hansında məcazi mənada işlənmiş söz olduğunu tapaq. Məcazi mənada işlənmiş söz olduğunu tapaq. Görə elə nömrələnmiş cümlələrimiz hansıdır? Rac səbirsizliklə müəllimin onu rəssam kimi sənət dünyasına. Burada dünya məcazi mənadadır. Çünki sənətin bir dünyası olmur. Məcazi mənadadır dünya. Deməli, məcazi mənada dünya sözü. Rac
dünyasına təqdim etməsini gözləyirdim. Burada heç birisi məcaz deyil. Rac, sən çox qısa zamanda rəssamlıq sənətinə yiyələnmisən. Baxın, sənətə yiyələnmək olmur. Məsələn, mən hər hansı bir əşyanı, kitabı götürərəm, ona yiyələnərəm. Məsələn, bir stula yiyələnərəm, bir evə yiyələnərəm. Amma sənətə yiyələnmək burada məcazi mənadadır, yiyələnmək sözü. Artıq sonuncu imtahanı da verə bilərsən. Əslində, baxın, imtahanı verə bilərsən. Burada da var məcazi, verə bilmək. İmtahanı çünki verə bilmək olmur da, o mənada. Sən gözəl bir əsər çəkməlisən. Bu elə bir əsər olmalı ki, hər kəs heyran olsun. Burada artıq, burada imtahan verə bilərsən, məcazi ola bilər. Amma bu təkcə nömrələnmiş cümləni deyirəm. Nömrələnmiş cümlə burada bitir, ona görə onu götürmürük. Bu elə bir əsər olmalıdır ki, hər kəs heyran olsun. Burada isə məcazi məna heç nə yoxdur. Deməli, burada yiyələnməli dünyasını və yiyələnməlisən sözüdür. Məcazi mənalıdır və bizdən soruşur ki, həmin məcazi məna soruşur bizdən. Həmin sözləri, yəni dünyasını və yiyələnməli sözlərini cədvəlin sol sütununa yazaq. Yəni, bura yazdıq, məsələn, dünya, dünyası, bir də yiyələnməli, yiyələn. Onu və onların həqiqi mənada işləndiyini sağ sütunda yazın. Dünya və yiyələnmək sözünün sağ sütunda həqiqi mənada işlədiyini yazın. Məsələn, dünyada çoxlu fəlakətlər baş verir. Məsələn, dünya sözünü həqiqi mənada işlətdim. Yiyələnmək sözün. Mən yeni bir məsələn sahə, baxın, yeni bir kitaba yiyələndim. Yeni bir kitaba yiyələndim. Yaxud da, məsələn, stula yiyələndim. Sonra qapıya yiyələnmək, o mənada. Yiyə durdum da ona sahib çıxdım, o mənada işlətdim bunu. Bu formada. Növbəti mətnimizdən davam edirik. Növbəti mətnimiz qızıl nisbət mətnidir. Qızıl nisbət mətnini əvvəlcə bir dəfə oxuyaq, daha sonra həmin mətnə aid olan sualların izahını təqdim eləyək. Qızıl nisbət təbiətdə saysız canlıların və cansızın quruluşunda müşahidə edilən xüsusi bir nisbətdir. Təbiətdə saysız canlıların və cansızın quruluşunda müşahidə edilən xüsusi bir nisbətdir. Təbiətdə hər bir varlığın hissələri arasında görülən əsrlərlə sənət və arxitekturada tətbiq olmuş həndəsi və ədəbi bir nisbət əlaqəsidir. Platona görə kosmik fizikanın açarı bu nisbətdir. Qızıl nisbət Fibonacci adlı İtalyan riyaziyyatçının ardıcıl ədədlər arasında əlaqəli tapmasından sonra ortaya çıxmışdır. Fibonacci ədədləri olaraq adlandırılan bu ədədlər hər birinin özündən əvvəl gələn iki ədədin cəmindən meydana gəlmişdir. Fibonacci ədədləri olaraq adlandırılan bu ədədlər hər birinin özündən əvvəl gələn iki ədədin cəmindən meydana gəlmişdir. 0, 1, 1, 2, 3, 5, 8, belə. Fibonacci ədədləri ardıcıllığında hər bir ədəd özündən əvvəlki ədədə böldükdə bir-birlə çox yaxın nisbətlər əldə edilir. Ardıcıllıqdakı 13-cü sıradan sonra ədəddən sonra bu nisbət müəyyən dərəcədə sabitləşir və təxminən 1,618 ədədə bərabər olur və bu nisbət qızıl nisbət olaraq adlandırılır. Qızıl nisbət riyaziyyatda çox mühüm yer tutan sabitlərdən biridir. Lakin bu ədədin əhatə dairəsi təkcə riyaziyyatla məhdudlaşmır. Bir çox elm sahələrinin mütəxəssisləri bu ölçüdən istifadə edirlər. Məsələn, Misir ehramlarına baxdığınız zaman həndəsi piramidanın quruluşunda qızıl nisbətin hesablanmış olduğunu, Da Vinci kimi məşhur sənətkarların əsərlərində qızıl nisbətə geniş yer verildiyini görərik. Başlarkən də qeyd etdiyimiz kimi qızıl nisbət təbiətdə çox geniş şəkildə özünü göstərən vacib bir ölçüdür. Alimlərin, incəsənət mütəxəssislərinin araşdırmaları nəticəsində qızıl nisbətin insanların bədənindəki ölçülərdən tutmuş, üzərindəki cizgilərə hətta əl barmaqlarına qədər kodlandığını müəyyən edilmişdir.
Barmaq 3 boğumludur. Tam uzunluğunun ilk 2 boğuma nisbəti qızıl nisbətdir. Üzün boyu ilə genişliyi, ağzın boyu ilə burun genişliyi, kipriklər və qaşlar arasında məsafə qızıl nisbətdir. Nəfəs borusu ağciyərlərə doğru 2 qola ayrılır. Nəfəs borusu ağciyərlərə doğru 2 qola ayrılır. Bu qollardan birinin nisbəti qızıl nisbətdir. Bəs təbiət riyaziyyatı necə bilir? Qədim Yunan riyaziyyatçı Arximed eramızdan əvvəl 3-cü əsrdə qələmə aldığı spirallara dair adlı əsərində bugün Arximed spiralı olaraq tanınan əyrini incələmişdir. Bu spiral mərkəzdən başlayaraq bərabər intervallarla irəliləyən əyrilərdən təşkil olunur. Əyrilərin bir-birinə nisbəti qızıl nisbətdir. Arximed bu spiralları təşkil etdikdən sonra üzərində düsturlarla yoxlamış qrafikləri təhlil etmişdir. Lakin işin maraqlı bir cəhəti var ki, adı Arximedlə bağlı olsa da bu spiralı hələ Arximed dünyaya gəlməmişdən milyard il əvvəl kəşf etmiş başqa canlılar var idi, hörümçəklər. Hörümçəklərin toruna yaxından baxdığımız zaman çox ehtişamlı şəkildə sıralanmış spirallarla qarşılaşırıq. Bu nizam təbii ki, təsadüfi deyil. Heç bir şuura malik olmayan bu canlıların belə bir riyazi qabiliyyətlə sərgiləməsi çox təəccüblüdür. Arı yuvasının dəqiq riyazi quruluşunda Günəbaxının yarpağında qar damlasında olan nisbət, kainatdakı harmoniyanı təmin edən simmetriya və s. də qızıl nisbətdir. Və qızıl nisbəti toyuq yumurtasının təsvirindən istifadə etməklə də maraqlanmaq olar. Təsvirindən istifadə etməklə də qızıl nisbəti göstərmək. Belə ki, ağırlıq mərkəzindən eyni dərəcədə uzaqda olan qabığın nöqtələrindən olan segmentlərin nisbəti qızıl nisbətə bərabərdir. Quşların sağ qalması üçün yumurtanın ən vacib göstəricisi qabığın gücü ilə deyil formasıdır. Ümumiyyətlə, qızıl nisbət bir rəqəmin insanlıq elm incəsənət tarixində oynadığı möhkəm bir roldur. Bütün bunlardan belə nəticəyə gəlirik ki, təbiət riyaziyyatı bilir və çox gözəl tətbiq edir. Pi ilə işarə edilən bu nisbət bəşəriyyəti, həyatı dərk etmək mövzusunda bizə gələcəkdə də yeni qapılar açmağa kömək edəcəkdir. 21-ci sualda deyir ki, hansı fikirlərin yeri dəyişdirilsə, cədvəldəki uyğunsuzluq aradan qalxar. Cədvəldə mətndə bu haqda məlumat var, bir də mətndə bu haqda məlumat yoxdur. Fikirləri cəmləşib, mətndə bu haqda məlumat olanların altında məlumat olanlar olmalıdır, məlumat olmayanların altında olmayanlar olmalıdır. Yəni biz bir yer dəyişmə eləməkdən uyğunu müəyyən edək. Cədvəldə müəyyən uyğunsuzluq var. Mətndə bu haqda məlumat var. Müxtəlif elm sahələrində qızıl nisbətdə istifadə edilib. Bəli, deyirdi, baxın, burada deyir, müxtəlif elm sahəsində. Burada fikir verək. Riyaziyyatda deyir, tətbiq olundu bir elm sahəsi. Eyni zamanda Da Vinci rəsm məsələlərini çəkəndə də istifadə etdi. Deməli, müxtəlif elm sahələrində qızıl nisbətdən istifadə olundu. Bu fikir doğru fikirdir. Mətndə bu haqda məlumat var, yəni. Burada bunun yer dəyişməsinə ehtiyac yoxdur. Üzərində qızıl nisbətin tətbiq edildiyi ilk cisim. Üzərində qızıl nisbətin tətbiq edildiyi ilk cisim, onunla bağlı mətndə belə bir məlumat yoxdur. Bəzi tikililərin də hazırlanmasında qızıl nisbətin tətbiqi var mətndə. Deyirik, Misir ehramları. Baxın, qeyd olunur ki, Misir ehramları məhz qızıl nisbət əsasında tikilib. Misir ehramları. Burada bu haqda məlumat var. Bizə də indi onu deyirik. Arximedin gəlməsinə heç bir əsası yoxdur. Qızıl nisbət çox yerlərin sabitliyində və əhatə dərsi təkcə rəzim mətlubu bir çox elm sahəli mütəxəssis ölçülərdən istifadə edilmişdir. Misir ehramlarına bu daha baxdığımız zaman həndəsi piramidaların quruluşunun qızıl nisbəti hesablanmış olduğunu görərik. Deməli, baxın, Misir ehramlarına bağlı var. Deməli, tikilib də Misir ehramları da. Tikililərdə istifadə olunur. Bu haqda da məlumat var. 3 olanlar var. Deməli, 1-3 doğrudur. Yəni, onun yerini dəyişməyəcək. Sonra 1-3 doğrudursa, yəni yer dəyişilməyəcəksə, getdi. Amma 2-nin yeri dəyişiləcək. Mətnə bu haqda məlumat yoxdur. Rəsmlərdə tarazlıq və gözəlliyin də əldə edilməsində qızıl nisbətdən istifadə olunur. Baxın.
rəsmlərdə tarazlığın və gözəlliyin əldə olunmasında qızıl nisbətə istifadə olunur. Tarazlığın və gözəlliyi rəsmlərdə Da Vinci görək bunu necə istifadə etmişdi? Da Vinci məşhur sənətkarların əsərlərində qızıl nisbətə geniş yer verildiğini bilirik. Deməli, bax, deyir ki, məsələn, Misir ehramlarına baxdığımız zaman Həndəsi piramidlərin quruluşunda qızıl nisbətin hesablanmış olduğunu, Da Vinci kimi məşhur sənətkarın əsərlərində qızıl nisbətə geniş yer verildiğini görürük. Baxın, Da Vinci deyir, onun əsərində qızıl nisbəti geniş yer verilib, amma da onun həmin rəsmlərdə tarazlığı, gözəlliyi, təminləri onunla bağlı məlumat yoxdur. Yəni, mətndə baxda məlumat yoxdur, burada problem yoxdur. Qızıl nisbəti göstərən xüsusi işarə mövcudluq. Bəli, qızıl nisbəti göstərən xüsusi işarə mövcudu budur. Qeyd olunur ki, P işarəsi ilə işarə edilən bu nisbət, yəni qızıl nisbətdən söhbət gedir. Deməli, qızıl nisbəti göstərən xüsusi işarə mövcudluğu bu mətndə var, amma bu yoxdur hissəsində. Deməli, burada yer dəyişmə olmalıdır. 2 ilə 5 yerini dəyişməlidir. Cavabımız E-bəndir. Baxın, 4-də rəsmlərdə Da Vinci qızıl nisbətdən istifadə edilib. Amma nə üçün istifadə edilib? Tarazlığı, gözəlliyi saxlamaq üçün nə üçün istifadə edilib? O qeyd olunmayıb. Ona görə 4-dəki fikir mətndə yoxdur. Amma 5-dəki fikir vardır. Yəni, yer dəyişməli olmalıdır. 5 gəlməlidir 2-nin yerinə, 2 5-in yerinə gəlməlidir. Sonra, mətndə üzərində rəqəmlə yazılmış sözlərdən biri mətndəki mənasına işlədilməmişdir. Baxın, mətndəki üzərində rəqəmlə yazılmış sözlərdən biri mətndəki mənasında işlədilməmişdir. Görək, indi üzərində rəqəmlə yazılmış sözlər hansıdır mətndə? Birinci, Platona görə kosmik fizikanın açarı bu nisbətdir. Burada təbii ki, açar məcazi mənadadır və kosmik fizikanın açarı, əsası, özəyi, açar burada özək, əsas mənasındadır. O mənadadır. Görək, indi o mənada birdə. Çünki açar sözünün üstündə bir yazılmışdır deyə birə baxıram. Təhsil, xəzinə, əmək onun açarıdır. Təhsil xəzinədir, əmək onun açarıdır, yəni özəyidir, bir növrəsdə əsasıdır. Demək, mətndəki mənasında işlənib bu. Bu doğrudur, burada problemi yoxdur. İkincisində görək hansı sözdür. İkincidə gəlir şəklində sözü. Görək burada nədir? Başlayarkən də qeyd etdiyimiz kimi qızıl nisbət təbiətdə çox geniş şəkildə özünü göstərən vacib bir ölçüdür. Çox geniş şəkildə, yəni çox geniş formada. Burada şəkil forma mənasındadır. Müəllimin söhbəti çox ciddi şəkil almışdır, yəni çox ciddi forma almışdır. Deməli, burada da şəkil elə mətndəki mənasında işlənib. Sonra üçüncüdə tutmuşdur sözü, oxuyaq. Alimlərin, incəsənət mütəxəssislərinin araşdırmaları nəticəsində qızıl nisbət insan bədənindəki ölçülərdən tutmuş, üzün cizgilərinə qədər kodlandığını müəyyən etmişdir. Deməli, tutmuş başlayaraq. Deməli, yəni üzün cizgilə ölçülərindən tutmuş, yəni orada tutmuş başlayaraq, üzün yəni cizgilərindən tutmuş, yəni üzün cizgilərindən başlayaraq, o mənada başlayaraq mənasındadır. Bu onlardan sonra qədim ilə onun dostluğu, bu olanlardan sonra qədim ilə onun dostluğu yaxşı tuturdu. Burada tutmuş başlayaraq mənasında deyil. Ona görə bu mətndəki mənasında işləməyib, cavabımız C bəndir. Sonra növbətisini oxuyuram. Növbətisində nədir? Deyir ki, dördüncü, bəli. Arximed bu spirallar kəşf etdikdən sonra üzərində düsturlar yoxlanılmışdır. Görək, hansı mənadadır? Üzərində düsturlar yoxlanılmışdır. Burada yoxlanılmışdır, hansı mənadadır? Hazırlanan yeni kimyəvi maddələrin heyvanlar üzərində yoxlanılması. Bəli, burada yoxlamaq mənasındadır. Burada o mətndəki mənasında işlənib. Sonra, eyni zamanda digər sual isə burada hansıdır? 5-cidə görə üzərində bu da deyir ki, pi ilə işarə edilən bu nisbət bəşəriyyəti həyatı dərk etmək mövzusunda bizə gələcəkdə yeni qapılar açmağa kömək edəcəkdir. Yeni qapılar açacaq da, yəni burada qapılar açacaq deyəndə yeni şanslar yaradacaq, o mənada deyir. Qatıldığım müsabiqə həyatına fərqli qapılar açacaq, yəni
fərqli şanslar yaradacaq. Burada da mətndəki mənasında işlənib. Deməli, mətndə mənasında işlədilməyən C bəndidir. Çünki mətndə tutmuşdu sözü. Başlayaraq mənasındadır mətndə. Baxın, burada deyir ki, alimlərin, incəsənət mütəxəssislərin araşdırmaları nəticəsində qızıl nisbətini insanların bədənlərindəki ölçülərdən tutmuş. Yəni, qızıl nisbətin insanların bədənindəki ölçülərdən başlayaraq, orada başlayaraq mənasındadır. Amma bu olanlardan sonra qədim ilə onun dostluğu yaxşı tuturdu, yaxşı alınırdı. Burada isə alınırdı mənasındadır, başlayaraq mənasında deyil. Ona görə mətndəki mənasında işləməyib C bəndi. Mətnin üslubu üçün səciyyəvi olmayan xüsusiyyət və ona uyğun nümunə müəyyən edək. Baxın, mətnin nitqin təbiiliyi və sərbəstliyi mətnin üslubu üçün səciyyəvi deyil. Amma təbiilik və sərbəstliyə uyğun nümunəni burada verməyib. Qızıl nisbət riyaziyyatda çox mühüm yer tutan sabitlərdən biridir. Bizdən deyir, mətnin üslubu üçün səciyyəvi olmayan xüsusiyyəti tap və ona uyğun nümunə göstər. Yəni, bu variantlardan birində mətnin üslubu üçün səciyyəvi olmayan xüsusiyyət var və həmin o xüsusiyyəti də sübut edən nümunəni göstərməliyik. Amma nitqin təbiiliyi, sərbəstliyi mətnin üslubu üçün səciyyəvi olmasa da, amma qızıl nisbət riyaziyyatda çox mühüm yer tutan sabitlərdən biridir. Bu, təbiiliyi, sərbəstliyi sübut eləyən nümunə deyil. Ona görə onu götürmürük. Obrazlı ifadələrdən istifadə. Bəli, bu mətnin üslubu üçün səciyyəvi deyil. Çünki mətn publisistik üslubadır, obrazlı ifadələr isə bədii üsluba aiddir. Mətnin üslubu üçün səciyyəvi olmaq xüsusiyyət obrazlı ifadələrdən istifadədir. Platona görə kozmik fizikanın açarı da bu nisbətdir. Artıq burada həmin obrazlı ifadələrə uyğun bir nümunə göstərdi. Fizikanın açarı. Deməli, bu formada. Fizikanın açarı bu nisbətdir. Deməli, cavabımız burada B bəndidir. Yəni, qızıl nisbət gözümüzün gördüyü, görə bilmədiyi hər yerdədir. Cümləsi hansı rəqəmi yerinə yazılsa məntiqi əlaqə pozulmaz. Yəni, qızıl nisbət gözümüzün gördüyü, görə bilmədiyi hər yerdə cümləsi hansı rəqəmi yerinə yazılsa məntiqi əlaqə pozulmaz. Məntiqi əlaqə pozulmaz. Bunu bilmək üçün abzasları oxuyacağım və onu artıracağım. Görüm hansında uyğundur. Fibonacci ədədləri ardıcıllığında hər bir ədədi özündən əvvəlki ədədə böldükdə bir-birlə çox yaxın nisbətlər əldə edilir. Ardıcıllığındakı 13-cü sırada olan ədəddən sonra bu nisbət müəyyən dərəcədə sabitləşir və təxminən 1,618 ədədə bərabər olur. Bu nisbət qızıl nisbət olaraq adlandırılır. Yəni, qızıl nisbət gözümüzün gördüyü, görmədiyi hər yerdədir. Buna desəm, bu abzasdan uyğunsuz oldu. Niyə? Çünki o zaman həmin o cümləni, həmin o abzası artırıram ki, həmin o abzasdan, həmin cümlə arasında məna cəhətdən yaxınlıq olsun. Burada Fibonacci ədədlərin ardıcıllığında hər bir ədədi özündən əvvəlki ədədi böldükdə bir-biri ilə çox yaxın nisbətlər əldə edir. Ardıcıllıqdakı 13-cü sıradan sonra 13-cü sırada olan ədəddən sonra bu nisbət müəyyən dərəcədə sabitləşir. Təxminən 1,618 ədədə bərabər olur. Bu nisbət qızıl nisbət adlanır. Burada, yəni qızıl nisbət gözümüzün gördüyü, görənmədiyi hər yerdədir. Burada gözümüzün gördüyü, görənmədiyi nədənsə söhbət getməyib bu abzasda. Ona görə mən onu o cümləni bura artıra bilmərəm. Bu olmaz. Qızıl nisbət riyaziyyatda çox mühüm yer tutan sabitlərdən biridir. Lakin bu ədədin əhatə dairəsi təkcə riyaziyyatla məhdudlaşmır. Bir çox elm sahələri mütəxəssislər də bu ölçüdən istifadə etmişdir. Məsələn, Misir ehramlarına baxdığımız zaman həndəsi piramidələrin quruluşunda qızıl nisbətdə hesablanmış olduğunu Da Vinci kimi məşhur sənətkarların əsərlərində qızıl nisbət geniş yer verildiyini görək. Burada da qızıl nisbətin gözümüzün gördüyü və görmədiyi hər yerdədir fikrini artıra bilmərik. Çünki elə fikir bu mətndə yoxdur, bu hissədə yoxdur, danışmayıb bu hissədə. Barmaq üçbuğumludur tam uzunluğunun ilk iki boğuma nisbət qızıl nisbətdir. Bu üzün boyu ilə genişliyi, ağzın boyu ilə burnun genişliyi, kipriklərlə qaşlar arasında məsafə, bunlar hamısı qızıl nisbətdir. Yəni, nəfəs borusu ağciyərlərə doğru iki qola ayrılır. Bu qolların bir-birinə nisbəti qızıl nisbəti. Yəni, qızıl nisbət gözümüzün gördüyü, görmədiyi hər yerdədir. Bəli, həqiqətən biz nəfəs borusuyla ağciyərlərə doğru iki yol ayrılmanı biz bunu gözümüzdən görmürük. Deməli, orada belə qızıl nisbət var. Sonra barmağın üç boğumludur, tam uzunluğu ilk iki boğuma nisbətən qızıl nisbətdir. Burada belə qızıl nisbət var. Üzün boyu ilə genişliyi, ağzın boyu ilə burnun genişliyi,
kipriklər ilə qaşlar arasında məsafə qızıl nisbətidir. Yəni fikir verin, bizim gözümüzün gördüyümüz hissələr var və görmədiyimiz hissələr var. Onların hər birində qızıl nisbət var. Və bu nəfəs borusu ilə ağciyərlərə doğru iki qol bizim gözümüzün görmədiyi hissədir. Sonra burun boşluğu da məsələn kipriklər qaşlar arasında məsafə, o da qızıl nisbət var axı. O hissəni isə gözümüzdən görürük. Yəni qızıl nisbət gözümüzün gördüyü, görmədiyi hər yerdədir. 3-ə uyğun gəlir. Ona görə 3 hardadır? Bunu uzatmağa yer yoxdur. Bəli, cavabımız A bəndi 24-də. Mətnə əsasən belə hökm vermək olar 25-ci sualda. Belə hökm vermək olar 25-ci sualda. Bəli. Deməli, heyvanların il-bəl sistemli artımını hesablamaq üçün yaradılmış Fibonacci ardıcılığı rəqəmlərin müəyyən qaydada düzülüş edilir. Bəli, Fibonacci ardıcılığından söhbət gedir, amma heyvanların il-bəl sistemli artımından söhbət getmir daxil orada. Ona görə A olmaz. Hörümçəklər öz torlarında nizamlığı qorumaq üçün xüsusi üsullardan istifadə edirlər. Sonra hörümçəklər öz torlarında nizamlığı qorumaq üçün xüsusi üsullardan istifadə edirlər. Görək, nə deyir hörümçəklərdən bağlı? Deyir ki, hörümçəklər toruna yaxından baxdığı zaman çox ehtişamlı şəkildə sıralanmış spirallarla qarşılaşırıq. Bu nizam təbii ki, təsadüf deyil. Heç bir şüura malik olmayan bu canlıların belə bir riyazi qabiliyyət sərgiləməsi çox təəccüblüdür. Və Arximed ilə bağlı olan bu spiralı hələ Arximed dünyaya gəlməmişdən milyard il əvvəl kəşf etmiş başqa canlılar da var. Bu hörümçəklərdir. Amma orada heç də qeyd olmayıb ki, öz torlarını nizamlı saxlamaq üçün bu üsuldan istifadə edirlər. Mətndə belə bir fikir yoxdur. Yəni, öz torlarında nizamlı qorumaq üçün hörümçəklər o qızıl nisbətdən istifadə edirlər. Belə bir fikir yoxdur mətndə. Eradan əvvəl 3-cü əsrdə qızıl nisbətdən istifadə olunmağa başlanmışdı. Hətta ondan əvvəl belə hörümçəklər istifadə edilib. Sonra memarlıq sahəsində də qızıl nisbətdən istifadə edilir. Bu C-də olmaz. Memarlıq sahəsində qızıl nisbətdən istifadə edilir. Görək, memarlıq sahəsində istifadə olunması ilə bağlı fikir var. Baxın bura. Deyir ki, təbiətdə hər bir varlığın hissələri arasında görülən və əsrlərlə sənət və arxitektura memarlıq deməkdir. Arxitekturada tətbiq olunmuş həndəsi və ədədi bir nisbət əlaqəsidir qızıl nisbət. Deməli, arxitekturada, yəni memarlıqda istifadə olunub, bu fikir mətnində var. Cavabımız ona görə D bəndidir. Sonra mətnə əsasən cədvəli müəyyənləşdirək. Qızıl nisbət canlı aləmin nümayəndələri üçün həyati əhəmiyyətdə daşıyır. Canlı aləmin nümayəndələri üçün. İndi həmin müddəanı sübut edən faktı yazmalıyam. Həmin müddəanı sübut edən faktda mətndə olmalıdır. Yəni, canlı aləm üçün hansı əhəmiyyətə malikdir? Harada söhbət edilir? Baxın, burada qeyd edilib ki, arıların yuvasının dəqiq riyazi quruluşu, sonra günabaxan yarpaqlarında qar damlalarında olan nisbət, kainatda harmoniya təmin edən simmetriya, bunlar da qızıl nisbətdir. Deməli, bu canlı aləmdir də. Düzdür, arıların yuvasının dəqiq riyazi quruluşunun müəyyən olunmasına qızıl nisbətdən istifadə olunur. Günəbaxan yarpaqlarında qızıl nisbətdən istifadə olunur. Qar damlalarında olan qızıl nisbətdən istifadə olunur. Burada yarpaq yox, günəbaxan tumlarında olmalıdır. Qar damlası yox, qar dənəciyi olmalıdır. Belə istifadə olunur. Eyni zamanda qızıl nisbətdən baxın, canlılar, hörümçəklər də istifadə edir qızıl nisbətdən. Bu fikirlərdən hər hansı birini yazsam elə doğru olmuş olacaq. Quşların sağ qalması üçün yumurtanın ən vacib göstərici qabığın gücü ilə deyil, forması ilə bağlıdır. Deməli, bax, fikir verin, canlı aləmdə qızıl nisbətin rolunu deyir. Sonra belə ki, ağırlıq mərkəzi eyni dərəcədə uzaq olan qabığın nöqtəsində olan simmetriyanın nisbəti də qızıl nisbətdir. Bu formada, yəni o fikirləri götürüb yazmaqla mən əslində o müddəanı sübut eləmiş oluram. 1-ci, 4-cü və 5-ci abzasların hər birində məna yaxınlığı baxımından bir-birlə qarşılıq təşkil edən sözləri müəyyən edərək yazın. Məna yaxınlığı baxımından qarşılıq təşkil edən sözləri tapaq. Qızıl nisbət təbiətdə saysız canlıların və cansıların quruluşunda müşahidə edilən xüsusi bir nisbətdir. Təbiətdə hər bir varlığın hissələri arasında görülən, fikir verin, deyir, qızıl nisbət təbiətdə saysız canlıların və cansıların quruluşunda müşahidə edilən xüsusi bir nisbətdir. Təbiətdə hər bir varlığın hissələri arasında görülən, yəni müşahidə edilən. Görülənlə müşahidə ediləni götürə bilərik. Görülənlə müşahidə edilən. Görə başqa var. Əsərlərdə sənət və arxitekturada tətbiq olunmuş həndəsi və ədədi bir nisbət əlaqəsidir. Platona görə kosmik fizikanın açarı bu nisbətdir. Başqa yoxdur. Müşahidə edilən və görülən. Birincisində müşahidə edilən və görüləndir.
İkinci, deməli, birincisində müşahidə edilən və görülən. Aha. Dördüncüyə baxaq görək burada hansıdır? Dördüncü abzasda, deməli bu birinci abzasımız bura, ikinci abzasımız bura, üçüncü abzasımız bura, dördüncü abzas. Qızıl nisbət riyaziyyatda çox mühüm yer tutan sabitlərdən biridir. Lakin bu ədədin əhatə dairəsi təkcə riyaziyyatla məhdudlaşmır. Bir çox elm sahələrinin mütəxəssisləri bu ölçüdən istifadə etmişlər. Məsələn, Misir ehramlarına baxdığınız zaman həndəsi piramidada quruluşlarda qızıl nisbətin hesablanmış olduğunu, Da Vinci kimi məşhur sənətkarın əsərində qızıl nisbətə geniş yer verildiyi görərik. Başlayarkən də qeyd etdiyimiz kimi qızıl nisbət təbiətdə çox geniş şəkildə özünü göstərən vacib bir ölçüdür. Alimlərin və incəsənət mütəxəssislərin araşdırma nəticəsində qızıl nisbət insanların bədənindəki ölçülərdən tutulmuş, üzərində cizgilərə, hətta əl barmaqlarına qədər kodlandığını müəyyən edirik. Qızıl nisbətdən hesablanmış olduğunu Da Vinci-dən də genişliklə görərik. Mühüm. Burada da vacib. Və eyni zamanda vacib. Mühüm və vacib bir-birinə yaxın mənalıdır. Ona görə onu götürə bilərik. Dördüncü abzasıdır. Mühüm və vacib. Mühüm və vacib. Mühüm bir də vacib. Və 5-ci abzasıda görək nədir bəs? Aşağıda gəlir. Qədim Yunan deməli 5-ci əsr budur. Barmaq 3 boğumludur. Tam uzunluğunun ilk 2 boğuma nisbəti qızıl nisbətdir və üzün boyu ilə bax, barmaq 3 boğumludur. Tam uzunluğunun, yəni tam boyunun ilk 2 boğuma nisbəti qızıl nisbəti, uzunluğunu, yəni boyun, üzün boyu, yəni uzunluğu. Burada boyla uzunluq eyni mənadadır. Deməli, tapdıq ucuna da aid uzunluq və boy mənasındadır. Qızıl nisbət bina və tikinti, digər tikintilərin tətbiqində sizcə müsbət yoxsa mənfi cəhətdir? Müsbət cəhətdir. Çünki bu müsbət cəhətdir. Ona görə müsbət cəhətdir ki, onda o xüsusiyyəti yazmalıyam. Müsbət. O deyir fikrinizi əsaslandırın. Ona görə ki, binaların belə deyim, tarazlığının qorunmasında, eyni zamanda binaların gözəlliyinin təmin olunmasında, binaları gözəl göstərməkdə, eyni zamanda deməli tarazlığın qorunmasında, tarazlığın qorunmağına kömək edir binalar, tikililərin, yəni tarazlığının qorunmağına kömək edir. Eyni zamanda onu gözəl göstərir. Həmin binanı gözəl göstərir, tikilini gözəl göstərir. Bu formada belə yaza bilərik. Və tünd qara hərflərlə verilmiş hissədə düzgün işlədilməyən sözlər müəyyən edib onları doğru ifadələrlə əvəz edərək yerində yazın. Tünd qara ilə verilmiş hissədə. Baxın. Arı yuvasının dəqiq riyazi quruluşunda. Arı yuvası yox, arının pətəyi olmalıdır. Arının pətəyi olur. Onun dəqiq riyazi quruluşuna söhbət edir. Günəbaxan yarpaqlarında, bayaq buna dedim, günəbaxan yarpaqları yox, günəbaxan tumlarında, qar damlasında, qar dənəciyində olan nisbət, kainatdakı harmoniya tənzim edən simmetriyada qızıl nisbətdir. Qızıl nisbət toyuq yumurtasının təsvirində istifadə etməklə də maraqlanmaq olar. Yəni göstərmək olar olmalıdır. Maraqlanmaq yox, göstərmək olmalıdır. Maraqlanmaq sözünün yerinə. Sonra tünd qara hərflər verilmiş hissələr düzgün işlədilməyən sözlər müəyyən edib onu doğru ifadələrlə əvəz edib yazın, yazdığında. Mətnə əsasən aşağıdakı hissələrin hər birinə aid nümunələr yazmaqla verilən fikirləri tamamlayın. Mətnin hər 3 hissəsinə aid olan fikir nədir? Elə bir fikir yazmalıyam ki, mətn həm giriş, həm əsas, həm nəticə hissəsində olsun. Mən baxıram ki, görüm mətnin giriş hissəsində nədən söhbət gedib. Mətn giriş hissəsində qızıl nisbətdən söhbət gedib. Əsas hissədə də qızıl nisbətdən söhbət gedib. Nəticədə də qızıl nisbətdən söhbət gedib. Düzdür, hamısında qızıl nisbətdən söhbət gedib. Ona görə belə yaza bilərəm. Qızıl nisbət necə? Qızıl nisbət məsələn, necə olur? Necə olur? Belə yaza bilərəm. Yaxud da qızıl nisbət necə olur? Yaxud da qızıl nisbət nədir?
yaxud da qızıl nisbətin quruluşu, belə bir şeylər yaza bilərəm. Yəni mətnin hər hissəsinə aid olsun. İndi deyək, təkcə mətnin nəticə hissəsinə aid olan fikir yazacaq. Yəni elə eləməli ki, təkcə nəticə hissəsində olmalıdır o fikir. Ümumiyyətlə, qızıl nisbət bir rəqəmin insanlıq elm incəsənət tarixində olduğunu möhtəşəm bir roldur. Və bütün bunlardan belə nəticə gəlir ki, təbiət riyaziyyatı bilir və çox gözəl tətbiq edir. Pi işarəsi edilən bu nisbət bəşəriyyəti həyatı dərk etmək mövzusunda bizə gələcəkdə də yeni qapılar açmağa kömək edəcək. Deməli, təbiət qızıl nisbəti bilir. Məsələn, təkcə bunu mən nəticə hissəsinə yaza bilərəm. Çünki təbiət qızıl nisbəti bilir, ya da belə yaza bilərəm. Təbiət qızıl nisbəti bilir. Düzdür? Sonra necə yaza bilərəm? Təbiət qızıl nisbəti bilir, ya belə yaza bilərəm, ya da yaza bilərəm ki, təbiət riyaziyyatı bilir. Təbiətin riyaziyyatı bilməyi ilə bağlı təkcə nəticə hissəsində də bu formada yaza bilərəm. Belə əziz şagirdlər, bugünlük mətn izahımız bundan ibarət. Sağ olun, növbəti dərs izahlarında görüşənədək.